Məzun olan bir nömrə nömrəmi istəyərsiniz, 77. Hizmet üzrediyorum ben. Aklı değişti işte. Hanıma da verilmez, başkasını kanına verir. Başka bir şey. Bunlardan logo yox, bunu götürməsəniz bu. Amma bu bir də bruzdur. Bunların mütləq logolarını götürür. Düz tutalım. Etira. Sen de ben de. iş yeri. Aslında gençler. Etira Mehmetov. Haberiniz? 055 227 04 99. Burada Siz aranızdaki elektronik logosu diyorsunuz. Neyiniz? Muradov 0 Görüyorum. Sağ ol. 4 Kemal Yolcu. Sağ ol. Bayramı bırakan. Evet, içerisi. Abi istesen ne? Getirdiler. Kullanım verildi.
Salam, hörmətli tədbir iştirakçıları, Ağstafa rayon ictimaiyyət nümayəndələri, həkimlər, təhsil işçiləri, valideynlər, hər birinizi burada görməkdən çox məmnun oldum. Bugünkü buraya Bakıdan bilirsiniz gəlmişik. Gəlmə səbəbimiz Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin elan etdiyi müsabiqədə kistik fibroz xəstələrinə yardım ictimai birliyinin bu müsabiqədə qalib gələn layihəsi olan, görürsünüz adını, Nəfəs 360 dərəcə kistoz fibrozla mübarizədə birlik, dəstək, ümid dairəsi layihəsinin icrasına başlamışıq. Birinci Ağstafadan başladıq. Rolaqda gördüyünüz kimi Ağstafa qazaq, yəni bu iki bölgəni birləşdirərək maarifləndirmə aparmaq istəyimizdir. Sonradan Cəlilabad rayonu, sonradan Sumqayıt şəhəri, sonradan Bakı. Ən son Bakıda yekunlaşdıracaq layihəmizi. Amma qeyd etdiyim kimi layihənin ilk tədbirini bugün burada sizlərlə açıq elan edirik. Ümidvaram ki, hər gün hər kəs, bugün burada iştirak edən hər kəs bu tədbirdən özü ilə nələrsə aparacaq. Bu nədir? Maariflənmədir. Bu nədir? Bilikdir, bilgidir, fərqində olmaqdır. Evinə nələrsə aparacaq deyərkən bunu nəzərdə tuturam. Kistoz fibroz xəstəliyi nadir genetik xəstəlikdir. Onun haqqında bizim prezentasiyalarımız olacaq. Həm mən Səadət Bayramova özüm də təqdim edeyim. Kistik fibroz xəstələrinə yardım ictimai birliyinin təsisçi rəhbəri, həmçinin bu layihənin rəhbəriyəm. Və bizim bugünkü tədbirimizdə iştirak edir Mətənət xanım Qaraxanova. O da Əziz Əliyev adına Həkimlər Həkimləşdirmə İnstitutunun dosenti, pediatr Mətənət xanım Qaraxanovadır. O da təlimçimizdir. Və bugün burada çox maraqlı təqdimatlar edəcək. Çox xahiş edirəm ki, hər kəs diqqətlə dinləsin. Çünki kistoz fibroz hər birimizin tanıması lazım olan bir xəstəlikdir. İndi isə tədbirimizi açıq elan edirik və Azərbaycanın suverenliyi, azadlığı uğrunda canından keçmiş, canını fəda etmiş bütün şəhidlərimizin ruhunu hörmətlə yad edirik və sizlərdən saygı duyuruq. Allah rəhmət eləsin. Əyləşmiriksiniz. İndi isə Azərbaycanın himnini dinləyəcək. Bu himni nitq və eşitmə məhdudiyyəti olan şəxslərin ifasında eşidəcək. Onlar Azərbaycanımızın gözəl himnini çox gözəl şəkildə ifa edirlər. Biz də saygı duruşuruq.
mübarizədə birlik, dəstək, ümid dairəsi adlanır. Bu da gördüyünüz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin logosudur. Digər tərəfdə olansa bizim təşkilatımız KİFİ qısaca, amma Kistik Fibroz Xəstələrinin Yardım İctimai Birliyinin logosudur. Burada isə Kistik Fibroz Xəstələrinin Yardım İctimai Birliyinin təsis olunduğu il, ay yazılıqdır və biz artıq təşkilat olaraq 10 ildir bu sahədə aktiv fəaliyyət göstəririk. Qeyd edeyim ki, Kistik Fibroz Xəstələrinin Yardım İctimai Birliyi Azərbaycanımızda kistoz fibrozla məşğul olan, kistoz fibrozun lobbiçiliyini edən və pasiyent vəkilliyini edən yeganə təşkilatdır. 12 Mart kistoz fibroz günüdür Azərbaycanda. Yəqin ki, çoxlarınız bunu bilmirdiniz, amma bugün burada sizə bunun haqqında da danışmaq istəyirəm. Birliyimiz yenicə yaranmışdı. 2017-ci ilin sonlarında, 2018-ci ilin əvvəlinə təsadüf edən Kistik Fibroz Xəstələrinin Yardım İctimai Birliyi ilk konferansını 12 Mart 2018-ci ildə keçirdi. Həmən il bəlkə 350-dən çox o konferansa həkimlər dəvət olunmuşdu və onlar çox həvəslə iştirak edirdilər. Çünki kistoz fibroz bu tarixə qədər heç bir zaman Azərbaycan tarixində heç bir yerdə adı keçməmişdi, adı çəkilməmişdi və ona dair heç bir xəstə registrasiyası olmamışdı və heç bir xəstə tanınmamışdı, heç bir iş görülməmişdi. Ona görə ilk maarifləndirici konferansı biz həmən gün keçirdik və həmən günün şərəfinə də desəniz ki 12 Mart niyə kistoz fibroz günüdür? Həmin günün şərəfinə 12 Martda kistoz fibroz günü Azərbaycanda o gündən elan oldu və biz bunu hər il keçirdik. Təsnifatı siyasi var, orada isə kistoz fibroz deyə keçir. Azərbaycanda ilk dəfə kistoz fibroz ailə məktəbi yaradıldı. Bu aprel ayında 2019-cu ildədir. Fotolarda bizim ailələrdən bir hissəsini görürsünüz. Həmən gün ailə məktəbinin açılışını etmişdik və qeyd edeyim ki, kistoz fibroz ailə məktəbi Azərbaycanda yaradılmış, həmçinin bu mən tərəfindən yaradılıbdır. İlk xəstə ailə məktəbidir. Buna multidisiplinar bir yanaşmanı da dedik tələb edir. Sonda ümid heç bitməyən bir bahar mövsümüdür. İçinə qar da yağar, fırtına da qopar, amma çiçəklər hər zaman açar. Gəlin kistoz fibrozun fərqində olaq, gəlin kistoz fibrozlu xəstələrə dəstək olaq, onları maska ilə gördüyümüz zaman onlardan çəkinməyək, onlardan heç bir şey keçmir bizə, biz onlara nəyisə ötürə bilərik. Ona görə onlar maska taxırlar. Öskürən uşaq görəndə, ay bundan nəsə keçər, belə şeylər etməyək. Bu səbəbdən kistoz fibrozla mübarizəyə birlikdə ümid olaq. Bu qədər diqqətiniz üçün təşəkkür edirəm, ümid edirəm sizi yormadım. İndi isə sözü verirəm layihəmizin Nəfəs 360 kistoz fibrozla mübarizədə birlik, dəstək, ümid dairəsi layihəsinin təlimçisi Mətanət xanım, doktor Mətanət xanım Qaraxanovaya ötürürəm və o sizə təqdimat edəcəkdir. Tibb işçisi olaraq biz anlayırıq və başa düşürük ki, biz hansı Azərbaycanı necə təmsil edirik, hansı ölkələrdə necə nümayiş etdirik və biz bunu etməliyik, hamımız. Ona görə təşəkkür edirəm. Çox fədakar iş görürsünüz. Tibb işçilər üçün ayrı bir təqdimatlar olur. Çünki akademik biliklər, daha dərin biliklər səhiyyələn tibblə bağlı. Ancaq burada yenə də tibbi nöqtələrə nəzər edərək bu ümumi vəziyyəti sizə təklif etmək məqsədi daşıdır ki, biliyiniz və bacarığınız artsın, təkmilləşsin, belə deyərdir. Və planımız var. Burada mən nədən danışacağım? Kistoz fibroz xəstəliyi nədir? Onun həssas nöqtələrini biləcəksiniz, o da ötürülür. O boşluq, o mutasiya. Mutasiya yəni genin strukturunda olan dəyişim. Xlor daxilindədir, orada yazılır. Xlor nə edir? Xlor hava yoluna daxil olur. Natrium isə xaricə çıxır. Deməli, sedik burada necə olur? Nəmli olur. Çünki normal funksiya aparır burada. Burada normal bir proses gedir. Ancaq kistoz fibrozda nə baş verir? Pozulmuş, qeyd etdiyim o defektli genda nə baş verir? Hüceyrədən, baxın, xlorid görürsünüz, burada yazılır. Xloridlə xaricə xlor sekresiya olur. Yəni, çıxmır hava yoluna. Qalır içəridə. Bununla bərabər natrium kanallarında da artıq ikinci zədələmə hesabına
hücreler daxilində natrium girişi artır və formalaşan sekresiyada su azalır. Kistoz fibroz xəstələrin ehtiyacları sizcə faizcə dəyişəcəkmi? Əlbəttə. Onların Məsədət xanıma sual verirəm, qızınız nə edir? Necə saçsallar? Etmir, deyir. Olmamalıdır, könülllər olmalıdır, o uşaqlara baş çəkməlidirlər, o uşaqlarla bir sosial iş aparmalılar, onların maraqlarına uyğun olaraq onlar da yaşayırlar. Həyat keyfiyyətimiz nədir? Lakin müalicə oluna bilər və bu bir tədqiqatlar davam edir. Bir yerdə dayanmır, elm bir yerdə dayanmır. Erkən diaqnoz, hər tərəfli müalicə uzun və sağlam həyat açarıdır. İlm və tibb əhəmiyyətli irəliləyişlər əldə etdik və biz yeni kəşflərə doğru irəliləyirik. Doğrudan da bu belədir. Əgər biz skrining ediriksə, deməli inkişaf edirik. Hər bir həkimin diqqəti, dəstəyi və peşəkarlığı çox vacibdir. Və doğrudan da sağlamlıq hamımızı birləşdirir. Sağlam cəmiyyətin formalaşması önemlidir və hər birimizin maariflənməsi var. Çox sağ olun. Buyurun, kim bəlkə nəsə demək istəyir, sualı var? Fikirlərinizi paylaşabilirsiniz. Təşəkkür edirəm Məhtənət xanım. Çox gözəl təqdimat etdiniz. Mənə elə gəlir ki, hər birimiz üçün çox maraqlı oldu, bilmədiklərimizi öyrəndik. Mehriban Əliyevə təşəkkür etmək istəyirəm. Çünki gəlib bugün biz burada tam Ucqar Ağstafa rayonunda bu tədbiri keçirə biliriksə, demək ki, ölkəmizdə əminəmanlıqdır. Dövlətimiz var olsun, o var olduqca işlərimiz hər zaman gedəcək. Təbii ki, problemlər hər zaman var, amma bizlər də onun üçün iki problemləri həll edək. Problemləri öyrənək və onun həllinə çalışaq, addım ataq. Və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm. Çünki bu imkanı bizə o yaradır. Bizim bugünkü tədbirimizin ümumiyyətlə Nəfəs 360 kistosifrozla mübarizədə birlik dəstək ümid dairəsi layihəsinin donoru agentliyimizdir. Ağstafa rayon Gənclər Evi sosial xidmət müəssisəsinə təşəkkür edirəm rəhbərliyinə ki, bugün bizə bu imkanı yaratdılar ki, burada belə gözəl bir tədbir təşkil etdik. Bütün iştirakçılar, hər birinizə tək-tək təşəkkür edirəm. Sağ olun, var olun ki, gəldiniz, dəyər verdiniz. Ağstafa rayon icra hakimiyyətinə təşəkkür edirəm. Çünki bizə çox yaxından dəstək oldu. Nəyə ehtiyacımız var? Çox yaxından maraqlandılar. Onun üçün çox təşəkkür edirəm. Və dediyim kimi, yenə də bütün iştirakçılarımıza, auditoriyaya təşəkkür edirəm. İndi isə keçirik tədbirimizin ən sonudur. İstədim burada interaktivlik olsun, yəni sual-cavab tərəfinə keçirik. Kimin nə sualı var? İlla ki, hər kəsi maraqlandıran bir sual var. Mütləq biraz aktiv olmanızı istəyəcəm, xahiş edirəm. Sual da olmazsa mən düşünürəm. Fikrinizi bildirin. Bax, bu görüş sizin üçün necə oldu? Bugün fərqli bir şey oldu sizin üçün. Sizi bura dəvət etdilər, mövzu bir fərqlidir. Bax, sizin üçün necə oldu? Mehriban xanım Tomayeva Muğanlı Kənd Orta Məktəbinin əməkdar müəlliməsidir. Bugün bu tədbir üçün doğma Ağstafada sizi salamlayıram və bugünkü insanların sağlamlığı yolunda belə təqdirə layiq bir tədbir üçün hər kimizə təşəkkür edirəm. Cəmiyyətimiz adından, ictimaiyyət adından, həm də mən də bir məktəbin müəllimiyəm. Belə bir tədbir çox bəyənilir. Həm də hüceyrə səviyyəsində baş verən transmembran regulyasiya edici genin törətdiyi bu cür ağır xəstəlik barədə cəmiyyətimizə bu cür geniş məlumat verdiniz. Və uzaq Ağstafada, misal üçün, eləcə də bir çox rayonlarımızda bizim çox yəqin ki, bu xəstəlikdən məlumatı cəmaatın, ictimaiyyətin çox azdır. Və belə tədbirlər Respublikamızın məncə hər yerində keçirilsə yaxşıdır. Çünki analar, belə deyək də, hamı savadlı deyil, hamı təhsilli deyil. Anaların çoxsunun məlumatı yoxdur ki, uşaq bu dərəcədə tərləyir və yaxud da bunun nəfəsi bu cürdür. Deməli, insanlardan sizin sözünüzə qüvvət heç kim sığortalanmıyor. Hər dəqiqə hər kəs xəstələnə bilər. Və bu məlumatlar üçün sizə bir daha təşəkkür edirik. Biz təşəkkür edirik. Söhbət və mən burada
bizim hörmətli ilə həmən mənə yazan müəllim Aynur xanıma söz vermək istəyirəm. Buyurun Aynur müəllim. Əvvəla xoş gəlmişsiniz Aksiyaya. Bu tədbiriniz həqiqətən də çox xoşuma gəldi. Özünüzə də bir izah elədim sizə də ki, məktəbdə bir müəllimlər hər şeydən xəbərdar olmalıdır ki, axı biz şagirdlə, burada müxlislik şagirdlər olur. Onların hər bir, nə bilim, hər şeyinə maraqlanmalıyıq. Çox sağ olun, çox xoşuma gəldi. Sizə də çox minnətdarım. Sizə də tam. Həqiqətən biz bilməliyik şagirdlər ki, valideyni də məlumatlandırmalıyıq. Bunlar çox gözəl bir, yəni, həqiqətən də xoşuma gəldi ki, nədir, biz də bilməliyik ki, bunun şagirdlə Əsaslı bilik. Əsaslı, bəli. Həmçinin ümumiyyətlə biz çalışırıq ümumiyyətlə müəllimləri bu sahəyə cəlb edək. Çünki niyə? Uşaqlarımız məktəbə gedirlər. Sözlərdən gedir söhbət. Uşaqlarımız məktəbə gedirlər və məktəbdə çox vaxt onları anlamırlar. Bu uşaqlar tez-tez qidalanmalıdır. Bu uşaqların öskürək və s. belə problemləri olur. Müəllim də bir valideyndir və müəllimlər bunun fərqində olmalıdır ki, o uşağa şərait yaratmalıdır. Yox, sən tez-tez çıxıb yemək yeyirsən və yaxud da tualet ehtiyacı olur bunların tez-tez. Bunu edə bilməzsən, bunu deməməlidir. Nabarı tam tərsinə müəllim şərait yaratmalıdır və biz çalışmalıyıq ki, bu xəstələri cəmiyyətə qazandıraq. Onları evlərdə, künclərdə saxlamayaq. Necə ki, biz bu işləri görənə qədər bu xəstələrin heç bəlli deyil harada olublar, nə olublar. Yəni, o vəziyyətlərdən artıq biz çıxmalıyıq və bu uşaqlar, bu xəstələr məktəbə getməlidir, təhsil almalıdır. Onların çünki haqqı var, tək tibbi haqq deyil, onların haqqları və sosial haqları da var. Və onlar məktəbə getməli, sosial həyatında da etməli, təhsil həyatı olmalı, ailə həyatı olmalı. Necə ki, digər xarici ölkələrdə bunlar var. Biz psixoloji da sağlam olmalıyıq ki, onlara o psixoloji sağlam yanaşmayıq. Onlar bizim üçün xəstə yox, əsl şagird kimi biz elə görməli olarıq. Sadəcə bir yol da sizə bir tövsiyə edirəm. Siz əgər narahatsınızsa, hər hansı bir mövzu istəyirsiniz ki, məktəbdə tanışılsın, müraciət edin. Təbibə müraciət edin. Çünki pediatrlar aktivdirlər, istəyərlər. İndi icazəsiz düzdür, onları buraxmırlar. Ancaq ona görə müraciət edin ki, gəlin bir mövzu ilə danışın bizim məktəbdə, nəsə bir şey olsun, ya da bizə müraciət edin. Əgər biz bilsək ki, rayonda ictimaiyyət olsun, həkimlər olsun, konferansların burada keçirilməsinə, bu cür tədbirlərin keçirilməsinə ehtiyac var, tələbat var. Biz sizin fikrinizi Azərbaycan Pediatriya Cəmiyyəti, digər ictimai birlikdə biz onlara çatdırarıq. Bunu eləmək olur. Çox sağ olun. Siz sağ olun, təşəkkür edirik. Kimin sağ olun? Pediatr danışmaq istəmir, sizin üçün necə oldu bugünkü? Məfənd xanım, təhsisi diaqnozun qoyulmasında neçə faizdir? Qızıl standartdır. Tərkibli şübhə deməkdir. Çünki birbaşa bir xəstəni şübhələnib də genetik testə göndərmək doğru deyil. Əvvəlcə tər testi, hətta tər testi 2 dəfə olunur. O tər testində hər dəfə şübhəli bir rəqəm görsənəcəksə, o zaman artıq genetik testdə həm də klinikası xəstənin önəmlidir. Həkim burada qərar verir ki, bunun artıq genetik testə getməyi lazımdır. Genetik test nə üçün lazımdır? Genetik test artıq dəqiq diaqnozdur. O xəstənin irəlidə olan dərman təminatında ona dəstək olacaq, əlillik haqqının almasında dəstək olacaq, tam diaqnoz almasında dəstək olacaq. Sonra, ümumiyyətlə, genetik test bunları bildik. Başqa nə üçün lazımdır? Genetik test bizim nəslin irəlidəki vəziyyəti üçün, davamlılığı üçün lazımdır. Xoşsuzdur. Mən istəyərdim suallara keçək. Kimin sualı var? Heç mi maraqlandıran sual var? Pediatr, ümumiyyətlə, necə oldu sizin üçün? Siz də təkrar edirsiniz. Sual verən var, bir dəqiqə. Salam. Mən belə bir sual var. Siz bayaqdan məlumat verirsiniz ki, kiçik yaşlardan, körpə yaşlardan, hətta yeni doğulmuşlardan. Tutaq ki, məlumatı az olan xanımlar var, istər savadlı cəmiyyətin tərəfinə deyirəm. Artıq övladımız tutaq ki, böyüyübdür, 15 yaşı var, 16 yaşı var. Siz dediyiniz ki, müəyyən testlər edirik, əlamətləri sezirik, amma tam istədiyimiz müalicənin nəticəsini ala bilmirik. Yenə baxırıq ki, nəticə alınmadı. Bu zaman biz necə aydınlaşdıra bilərik ki, bizim uşağımızda o kifozun özü varmı? Artıq yetkin yaşlarında. Kistoz. Çünki onurğa xəstəliyi var, sümüyəllilik kifoz bu o deyil. Kistoz, fibroz bu bir xəstəliyin adıdır. Yəni ayrı-ayrı xəstəliklər deyil. Müalicəmizi 15-16 yaşına çatdıq, ala bilmədik. Amma burada mutasiyanın mütləq öz sözlü deyil. Ağır mutasiya var. Mutasiya 3 qrupa bölünür. Heç hiss olmayan mutasiyalar da var. O insan bilmir ömrü boyu ki, bunda bu xəstəlik varmış. Belə mutasiyalar da var.
Orta ağırlıqda olanlar var, bir də ağır növləri var. O sırf mutasiya, insanın bədənində hansı mutasiya varsa ona bağlıdır müalicədə. Elə qeyd etmək istəyirəm, çox təəssüflə, elə mutasiyalar var ki, Amerikada olsa belə tanıdığımız xəstələr var. Bizim dünyanın arasında bu sayədə nə var, biz onu bilirik. Elə mutasiyalar var ki, heç nəyə tabi olmur. Heç nəyə tabi olmur. Məsəl üçün, mən sizə bir misal gətirim. Bizim bir uşağımız var idi, 21 yaşında xanımız var idi. O, keçən il İtaliyada dünyasını dəyişdi. O uşaq hansı ki, daima İtaliyada, daima Avstriyada yaşamışdı və ona nələr olunmamışdı, alciyər transplantasiyası və başqa şeylər və onun patologiyası o qədər çox idi ki, sümük əriməsi və s. Şəkərin ən ağır formaları heç cür onu saxlaya bilir. Reanimasiyada uşaq tərəfi o qədər də gözəl, işıqlı bir gəncimiz idi ki, yəni deməyim odur ki, bəzən belə də olur. Amma bu o demək deyil ki, hamısı belə olacaq. Amma müalicəyə tabi olan çox gözəl növlər də var. Yəni hazırda ki, dövlətimiz çox gözəl dərmanlar da onları təmin edir. Həqiqətən çox bahalı dərmanlardır. Onları xüsusi kistozifibroz xəstələri üçün ölkəyə gətirirlər və bizim xəstələri həmin edirlər o dərmanlarla. Yəni bu dərmanları alan, düzgün müalicəni alan xəstənin çox da ağırlaşmaq bir şansı yoxdur. Var mı başqa sual? Buyurun. Hamiləlik dövründə, ana bətnində bu öyrənmək mümkündür. Bəli. Yəni, perinatal dövründə, təbii ki, həmləlik dövründə, ana bətnində bu uşağın xəstə ola biləcəyi, kistozifibroz ola biləcəyi mümkündür bunu öyrənmək. Çünki ultrasəs müayinəsindən bayaq söhbət etdik. Ultrasəs müayinəsində ultrasəs mütəxəssisləri bunu araşdıra bilirlər. Sonra bir şübhə olanda aminosintez müayinəsinə gedirlər və digər müayinələri genetik də verə bilərlər. Bəli, aşkarlama olan maye yoxlanılır. Onu etmək olur. Amma hazırda bir şey deyim ki, Avropada hazırda Amerikanın Vertex şirkəti var və o şirkətin immunomodulator deyilən müalicə terapiyası var. O modulator terapiyanı alan xəstələr sağlam insanlardan heç də fərqlənməyərək elə yaxşı yaşayırlar. Biz bu dəqiqə onun üstündə çalışırıq. Səhiyyənin siyahısına da, orfan siyahısına da salınıbdır Vertexin həmən dərmanları. Bu çox maliyyətlidir, çox bahalıdır və biz ümid edirik ki, o dərmanları alıb bizim xəstələri təmin edəcəkdir. Çünki müəyyən addımlar atılır, atılmaq üzrədir və buna inanırıq. O qədər gözəl dərmanlardır ki, həqiqətən burnunda oksigenlə gəzən, ağciyərinin bir payı artıq sıradan çıxmış bir neçə uşaqlarımız var. Və biz görürük, xaricdə eynən bu cürə uşaqlar o immunomodulatorları qəbul edəndən sonra o problemlər xeyli azalır və sağlam həyat yaşaya bilirlər. Və hər bir xəstə uşağın, o cümlədən kistofibrozunun keyfiyyətli sağlam yaşamaq haqqı vardır. Bitdi mi suallarımız? Təşəkkür edirəm.